Normal inkişaf izləyən uşağın ətraf mühitin köməyi ilə, cəmiyyətin köməyi ilə zamana görə bacarıqları daim artır. Amma autizmli uşaqlarda zamana görə bacarıqların azalması istiqamətində gedir. Çünki maraq sahələri məhduddur, təcrübə qazana bilmir və bu birbaşa uşağın öyrənmə, qavrama qabiliyyətinə təsir göstərir. Əgər uşaq müdaxilə olunarsa, hətta erkən müdaxilə olunarsa, zamana görə bacarıqları daim artır. Amma bu bacarıqlar heç də normal inkişaf izləyən uşağın bacarıqlarla eyni olmur. Sadəcə bizim əsas məqsədimiz nə olacaqdır? Uşağın ehtiyacı olacağı dəstəyi minimallaşdırmaqdır, azaltmaqdır. Autizm spektr pozuntusu nədir? Ümumiyyətlə, uşaq doğulduğu gündən etibarən mövcud olan, həyatın ilk etaplarında belə özünü biruzə verən bir sinir inkişaf pozuntusudur. Yəni, uşaqlarda artıq iki inkişaf sahəsinə təsir göstərir. İlk olaraq sosial bacarıqlar, bunlara nələr daxildir? Ünsiyyətdir, qarşılıqlı əlaqə, yəni münasibət və bir digəri isə təkrarlanan məhdud davranışlardır, maraqlardır. Yəni autizmə xas olan yəni pozitiv simptomlar bu sahəyə aid olan sırf bu sahəyə xitab edir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, autizm spektr pozuntusu son diaqnostik dəyişiklikləri 2013-cü ildə olub. Yəni bu da psixoloqlar və psixiatrların əl kitablarının 5-ci versiyasında ümumiyyətlə qeyd olunub ki, geniş yayılmış inkişaf pozuntusu autizm spektr pozuntusu ilə əvəzlənib və digərinə daxil olan autizm sindromu, Asperger sindromu, uşaqlığın dezinteqrasiya pozuntusu ASP adı altında birləşdirilibdir. Demək ki, autizm spektr pozuntusunun fərdə təsiri xronikdir. Yəni uzun müddətli təsir göstərir. Anadan olduğu gündən həyatın sonuna qədər təsir göstərə bilir ki, amma şiddəti tamamilə fərqli ola bilər. Və autizm spektr pozuntusu birbaşa fərdin həyat keyfiyyətini aşağı salır. Bir növ təməl ehtiyaclarını yerinə yetirə bilmədiyi üçün dəstəyə ehtiyac yaradır ki, bu dəstəyə ehtiyacına görə 3 şiddəti var. Yəni dəstəyə ehtiyacı var yüngül şiddətli, ciddi dəstəyə ehtiyacı var, orta şiddətli və çox ciddi dəstəyə ehtiyacı var, ağır şiddətli kimi demək ki, təsnif olunur. Amma qeyd etmək lazımdır ki, bu şiddətlər bir növ sosial bacarıqlar üzrə qurulmuşdur. Yəni ünsiyyət qarşısında ünsiyyətə başlaya bilirmi, davam edə bilirmi və dəstəksiz ünsiyyətinə görə kriteriyalanır, əsasən bu sahə üzrə. Və ilk öncə də qeyd etmək lazımdır ki, cəmiyyət içərisində, yəni bizim cəmiyyətimizdə bir sıra yanlış fikirlər var autizm haqqında ki, böyük bir kütlə hələ də buna inanır. İlk öncə qeyd etmək lazımdır ki, autizm spektr pozuntusu bir xəstəlik deyil və qeyd edə bilərik ki, günü-gündən artıq bu diaqnozun sayı da artacaqdır. Hətta sizdə də, bizdə də ASP artıq aşkarlana bilər şkala üzrə. Sadəcə bizim həyat və fəaliyyətimizə təsir göstərmir. Müvəqqəti olması və yetkinlik yaşında keçib getməsi fikri tamamilə yanlış fikirdir. Valideynlik tərzinin səbəb ola biləcəyi və yaxud da erkən yaş dövrlərində istifadə olunan peyvənd və vaksinlərin autizmə səbəb ola biləcəyi fikri tamamilə yanlışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, məsələn, bir sıra pəhrizlərin saxlanması autizmi müalicə edir fikri tamamilə yanlışdır. Yəni bunu belə izah edə bilərəm ki, autizm yetərincə fərdin həyat keyfiyyətinə mənfi təsir göstərir. Amma yanaşı gedən bir sıra psixoloji, psixiatrik, genetik fonda pozuntular və ya da somatik xəstəliklər autizm spektr pozuntulu uşağı daha da vəziyyətini gərginləşdirir. Və bir də əlavə edək ki, məsələn, metabolik pozuntular hər hansı bir qida elementinə qarşı, maddələrə qarşı intolerans və allergiya yaradır uşaqlarda və bu fonda pəhrizin saxlanması bu çətinliyi aradan qaldırır. Uşağın vəziyyəti yaxşılaşır, amma autizmi müalicə etmir. Ümumiyyətlə, biz qeyd etməliyik ki, son 20-30 ilə qarşı əlimizdə daha çox məlumat var ASP haqqında. Amma nə qədər məlumat olsa da, yenilik olsa da, yenə də bilmədiyimiz şeylər çoxdur, məlum olmayan şeylər çoxdur və bu bir qlobal bir problemdir. Çünki müalicəsi üçün bir farmakoloji molekulu dərmanı yoxdur. Sadəcə təsdiqini tapmış strukturlu, yarı strukturlu demək ki, proqramlardan istifadə olunur. Bunlara PAC-dır, SCN-dir, ABA-dir, PVT-dir, TEACH kimi proqramlardır ki, amma qeyd etmək lazımdır ki, elə bir proqram da mövcud deyil ki, bütün uşaqlara eyni formada təsir göstərsin. Amma bütün demək ki, müdaxilə proqramlarının bir məqsədi var, faydalı davranışların artırılması istiqamətindədir.
Ümumiyyətlə, biz ilk öncə də bilmək lazımdır ki, ASP-nin fərdə təsiri müxtəlifdir. Yəni, əgər biz götürsək uşaqların müxtəlif inkişaf sferasında bacarıqlarını, güclü və yaxud da zəif tərəflərini görəcəyik ki, bunlar müxtəlifdir. Bu o deməkdir ki, biz uşaqların bacarıqları müxtəlif olduğu üçün bunlar eyni deyil və müdaxilələr fərdi başlanarsa daha alternativ cavab ala bilirik. Bunun üçün də ilkin olaraq müdaxilə olunacaqsa fərdi formada müdaxilə olunmalıdır. Və sonra da qeyd etmək lazımdır ki, müdaxiləyə başlamazdan öncə mütləq formada uşaqların bacarıqları identifikasiya olunmalıdır, maraq sahələri öyrənilməli və maraq sahələri üzərindən müdaxiləyə qurulmaq daha effektiv olacaqdır bizim üçün. Və sonda ümumiyyətlə qeyd etmək lazımdır ki, ümumiyyətlə uşaqlarda, əsasən autizm uşaqlarda sosial bacarıqlarda zəifliklər olur ki, bu birbaşa sosial motivasiya hipotezi ilə hesab olunur. Ümumiyyətlə sosial motivasiya hipotezi nədir? Ümumiyyətlə bu hipotezə görə uşaqlarda sosial maraq sahəsinin zəifləməsi birbaşa sosial təcrübələrin, sosial öyrənmə, qavramanın və sosial informasiyaları analiz edən mərkəzlərin funksionallığının azalması istiqamətində gedir ki, bu qlobal olaraq sosial bacarıqların düşüşünə, zəifliyinə gətirib çıxarır. Əgər biz müdaxilə proqramı qururuqsa, bu nöqtələrə ümumiyyətlə istiqamətlənməli. Yəni sosial maraqları zənginləşdirmək, təcrübələri artırmaq, qavrama qabiliyyətini yaxşılaşdırmaq və birbaşa da həmin mərkəzlərin funksionallığını stimullaşdırmaqla biz uşaqlarda sosial bacarıqları artıra bilirik. Bu ümumiyyətlə qeyd etmək lazımdır ki, müdaxilənin əsas məqsədi nədir? Ümumiyyətlə normal inkişaf izləyən uşağın ətraf mühitin köməyi ilə, yəni cəmiyyətin köməyi ilə zamana görə bacarıqları daim artır. Amma autizmli uşaqlarda zamana görə bacarıqların azalması istiqamətinə gedir. Çünki maraq sahələri məhduddur, təcrübə qazana bilmir və bu birbaşa uşağın öyrənmə, qavrama qabiliyyətinə təsir göstərir. Əgər biz demək ki, uşaq müdaxilə olunarsa, hətta erkən müdaxilə olunarsa, zamana görə bacarıqları daim artır. Amma bu bacarıqlar heç də normal inkişaf izləyən uşağın bacarıqlarla eyni olmur. Sadəcə bizim əsas məqsədimiz nə olacaqdır? Uşağın xaricdən, yəni ehtiyacı olacaq dəstəyi minimallaşdırmaqdır, azaltmaqdır. Əgər biz müdaxilədən danışırıqsa, erkən müdaxiləni mütləq vurğulamalıyıq. Və qeyd etməliyik ki, erkən müdaxilə 3 yaşdan öncə başlanılmalıdır və 3 yaşdan öncə başlanması birbaşa neyroplastiklik, beyin plastikliyi ilə izah olunur. Ümumiyyətlə, beyin plastikliyi nədir? İlk öncə qeyd etmək lazımdır ki, beyin stabil qalmayan, yəni sabit qalmır, daim inkişaf edir. Ətraf mühitin təsiri ilə, fərdin qazandığı təcrübələrlə daim məlumatlar əldə edir. Həmin məlumatları yaddaşda saxlayır, müxtəlif formada inkişaf elətdirir. Ümumiyyətlə, bu nə vasitəsilə olur? Ətrafdan stimullar qəbul edirik. Sinir yolları, yəni sinir hüceyrələri neyronlar vasitəsilə ötürülür və bunlar sinapslar vasitəsilə olur ki, bir neyron digər neyrona sinapslar vasitəsilə ötürür və müvafiq mərkəzlərə gedir, həmin məlumatların işlənməsi, analizi ilə gedir və lazım gələrsə digər mərkəzlərlə də əlaqədə olur. Amma ASP-də burada sinapsların patologiyası, yəni müəyyən bir səbəblərlə bu məlumatların ötürülməsi və yaxud da mərkəzlər arasındakı əlaqə itir. Və buna görə də məlumatlar tamamlana bilmir. Məsələn, görsəl informasiyalarla eşitsəl informasiyalar artıq bir-birinə əlaqələnə bilmir və buna görə də bir sıra kəsintilər əmələ gəlir ki, və müdaxilənin məqsədi nə olub? Əlavə alternativ həmin yolların, sinapsların yaratmaqdır. Və təcrübələr də göstərir ki, beyin plastikliyi daha intensiv olduğu dönəm erkən yaş dönəmidir. Məsələn, 50 yaşlı bir şəxs öncədən yaşamadığı təcrübəni əldə edə bilir. Bu əldə edə bilməsi bu neyroplastikliklə əlaqəlidir. Amma səy göstərməlidir, müəyyən bir uzun müddətdə güc göstərməlidir, öyrənməsi üçün praktika etməlidir, təcrübə qazanmalıdır. Amma 5 yaşlı uşaq məsələn onu edə bilir. Məsələn, bu hər hansı bir dil öyrənmək ola bilər, velosiped sürmək ola bilər və s. Uşağın bacarıqlarına görə asılıdır. Onu 5 yaşlı uşaq daha erkən öyrənə bilər qısa müddətdə. Bu göstərir ki, neyroplastiklik erkən dönəmdə daha aktivdir, daha yüksəkdir, daha həssasdır. Beyin həssasdır erkən dönəmdə öyrənməyə.
Və ancaq onu da mütləq formada qeyd etmək lazımdır ki, nə qədər erkən dövrdə informasiyaları təhlil edən, analiz edən mərkəzlərə öncədən stimullar göndərilərsə, o zaman daha aktiv olacaqdır. Məsələn, göz qapaqları, pərdələri bağlı doğulan heyvanların illər sonra göz pərdələri açılır, amma görmə orqanlarında hər hansı bir patologiya yoxdur, amma görmə mərkəzi kordur. Səbəbi erkən dönəmindən həmin görmə mərkəzləri hər hansı bir stimullar əldə etməyib, analiz etməyibdir, hər hansı bir funksiya göstərməyibdir. Bu da yəni uşaqlarda kimi nə qədər biz erkən dönəmdə stimullar göndərib alternativ yollar yaradarsak, o qədər adekvat olacaq, o qədər effektli olacaqdır. Amma eyni zamanda da biz hər gün müdaxilədən danışan zaman o intensivliyini vurğulamaq lazımdır ki, intensivlik həftə ərzində 20-40 saat olmalıdır. Əgər biz adekvat, uzun müddətli cavab gözləyiriksə, vərdiş və ya da bacarıq qazandırmaq istəyiriksə, buna mütləq formada fikir verməliyik. 20-40 saat həftə ərzində. Amma təcrübə göstərir ki, 1 yaş öncəsi uşaqların həftədə 3 saat müdaxilə ala bilir və 5 yaşlı uşaq öncədən ki, hansı ki müdaxilə olmayıb, 20 saat həftədə müdaxilə alır. Amma 1 yaşlı uşağın qazandığı bacarığın davamlılığı 5 yaşlı uşaqdan daha çoxdur. Bu yenə neuroplastikliklə, beyin plastikliyi ilə izah olunur ki, daha adekvat olur. Bir də ki, 1 yaş nə qədər erkən olursa, həm də qabaqlayıcı, yəni önləyici olur. Davranış pozuntusu əmələ gəlməzdən öncə biz müdaxilə etmiş oluruq, önləyici olduğuna görə. Ümumiyyətlə, erkən müdaxilənin vacibliyinin haqqında danışdıqdan sonra onun faydalarına bir qeyd etmək istərdim ki, ilk olaraq autizmə xas olan simptomların zəifləməsi istiqamətində gedir. Yəni, tipik olaraq birbaşa simptomun zəifləməsi ASP-nin şiddətinə də təsir göstərir və diaqnozu zəiflədir. Ünsiyyəti yaxşılaşdırır. Yəni erkən dövrdə müdaxilə alınırsa, nitq vasitəsi verilir uşağa, alternativ ünsiyyət öyrənir. Yəni piktoqramla, işarət dili ilə və ya da verbal olaraq öz fikrini ifadə edə bilir, yəni bir mübadilə keçə bilir. Bu da uşağın bacarığını da artırır. Eyni zamanda qavrama qabiliyyətinə təsir göstərir və təcrübələr də bizə qeyd edir ki, həssas dönəmlərində uşaqların 4-5 yaş dönəmində artıq əqli gerilik limitindən də çıxmış olur. Və ən sonda əldə olunan bacarıqlar uzunmüddətli olunur və bu bizim istədiyimiz bir, demək ki, vacib olan bir faydadır və ilk öncə də qeyd etmək lazımdır ki, əgər uşağınızın inkişafı ilə bağlı şübhələriniz varsa, MÇAT adlı bir test üsulları var. Ondan bu qeyri-peşəkarlar üçün, yəni valideynlər asanlıqla istifadə edib bu uşağın autizm spektr pozuntusu olub-olmadığını bilərlər. Bu diaqnozu təsdiqləmək üçün deyil, sadəcə şübhə olmasıdır. Əgər uşağınızın inkişafı ilə bağlı şübhə varsa və yaxud da ki, risk qrupuna daxildirsə, mütləq formada müdaxiləyə başlamaq lazımdır. Nəinki gözləmək. Gözlədiyimiz zaman ümumiyyətlə uşaqda həyat keyfiyyətini daha da aşağı salan bir sıra səbəblər yaranır. Bir neçə ildir ki, əkinçi olaraq Azərbaycanlı izləyicilərin hər zaman faydalana biləcəyi, keyfiyyətli və ən əsas ödənişsiz kontent hazırlamağa çalışırıq. İndiyədək təqdim etdiyimiz onlarla animasiya və yüzlərlə çəkilişlər tələbələrin, mütəxəssislərin, müəllimlərin və ümumiyyətlə yeni mövzulardan xəbərdar olmaq istəyən çox sayda insanın marağına səbəb olub. Bu illər ərzində hazırladığımız videolar təhsil, texnologiya, ictimai fəallıq, iqtisadiyyat, gender bərabərliyi, ətraf mühit, ifadə azadlığı, hüquq, demokratik inkişaf, mədəniyyət və digər mövzuları əhatə edib. Məqsədimiz çoxlu baxış gətirən deyil, çoxlu fayda gətirən videolar hazırlamaqdır. Amma bu, düşündüyümüz qədər asan deyilmiş. Gördüyümüz iş kifayət qədər resurs, əmək və təbii ki, davamlılıq tələb edir. Bu səbəbdən Patreon platformasından istifadəyə başladıq. Əkinçinin Patreon hesabının populyarlaşmasına çox böyük ümidlərimiz və gözləntilərimiz var. Bəziləriniz Patreon haqda ilk dəfə eşidirsiniz. Əslində, çox sadə izahı olan bir platformadır. Təsəvvür edin ki, siz rəssam və ya musiqiçisiniz. Sosial şəbəkələrdə sizi izləyən, işinizi bəyənən çox sayda insan var. Patreon platforması sizə imkan verir ki, izləyicilərinizin könüllü aylıq ödənişləri sayəsində işinizi davam etdirəsiniz. Sərgi, konsert zallarından asılı qalmayasınız. Amma bu, təkcə rəssam və musiqiçilərə aid deyil. Məsələn, əkinçiyə bənzər fəaliyyətlə məşğul olan bəzi layihələrin 10 minlərlə
minlərlə patronu var. Biz də düşündük ki, nə üçün əkinçinin Patreon hesabı olmasın? Sizin dəstəyiniz sayəsində biz daha çox və daha keyfiyyətli kontent yaratmağa davam edə biləcəyik. Amma bu dəstək yalnız maddi dəstək deyil. Dəstəkçilərimizin sayının artması gördüyümüz işlərin faydalı olduğuna dair əminlik verir. Patreon platformasından istifadə çox sadədir. Hesabınızı açırsınız, sizə uyğun dəstək növünü seçirsiniz və Patreon özü hər ayın ilk günü kartınızdan seçdiyiniz dəstək növünə uyğun ödəniş tutur. Bu qədər. Sonda onu demək istəyirik ki, dəstəkçilərin sırasına qoşulmaq istəyən, amma məhdud imkana görə bunu edə bilməyənlər narahat olmasın. Daha öncə dediyimiz kimi, bizim əsas məqsədimiz daha çox insanın hər zaman faydalana biləcəyi keyfiyyətli və ödənişsiz kontentin yaradılmasıdır. Bunun üçün mütləq patronumuz olmalısınız deyə məcburiyyət yoxdur. Amma imkanınız patron olmağa çatırsa və bizim işimizi bəyənirsinizsə, patronlarımızın sırasına qoşulmağınız bizim üçün çox önəmlidir.